Salam yoldaşlar, hər vaxtınız xeyir olsun. Bugünkü dərsimiz Excel-də kretlərdir. Keçən dərs piktoqram idi, indi isə kretlərdir. Bu iki yolla olur. Pivot table-la da mümkündür və belə də sadə formada mümkündür. Bu necə olacaq? Baxın, öncəliklə qurduğumuz hər hansısa bir cədvəlin üstünə gəlir. Bu dövlət, qeyri-dövlət təşkilatı fərq eləmir. Hər hardansa bir işləyəndə orada sizdən bunu tələb eləyəcəklər. Tələb elə məcburiyyət deyil, yəni mütləq tələb eləyəcəklər bir şey deyilən bir anlayış yoxdur. Sadəcə olaraq tələb eləsələr, bunu bilməyimiz vacib olan nüanslardan biridir. Məsələ nədir burada? Statistik, vizual olaraq statistik baxışdır bu. Məsələn, gəldik bura. Başlayaq belə deyim. Cədvəlin üstünə gəlirik. Ctrl A eləyirik. Ondan sonra gəlirik əlavə et bölümünə. Əlavə et bölümünə birinci gəlin burada diaqramlar mövzusunda bura toxunaq. Menunu açdıq. Baxın. Gördüyünüz kimi burada bizə lazım olanlar, burada və digər statistik imkanlar gördüyünüz kimi. Buranı mən düşünürəm bir çoxlarımız bilirik. Sadəcə bugün sütunlar olan bölümünü işləyəcəyik. Toxunduq bu hissəyə. Və bunların hər hansısa biri olsun. Gəlin vizual olaraq bu daha gözəl görsənir. Bunu götürək. Ok düyməsinə vururuq. Gördüyünüz kimi create title yazılan bir belə deyim, şablon açıldı. Bunu bu hissəyə qədər çəkirik. İndi ölçüsünü özünüz müəyyən edə bilərsiniz. Gördüyünüz kimi 7000 olan bu hissəni də silirik. Yəni bu bizə lazım deyil. Biz bunun əvəzinə baxın, burada filtrlər var. Bu filtrlər nəyə yarayır? Bu filtrlər hansı funksiyaları yerinə yetirir? Baxın, illərə görə satış. Vizual olan digər 3 satış, hansı ki buna gəlir toxunduqdan sonra gördüyünüz kimi illərə görə satış olmasın. Biz götürək, baxın, bu hissəni. Yəni illər ərzində bizə verilən satışın statistik dəyəridir. Gördüyünüz kimi baxın, digər fiqurların hərəkətinə. Eynən bu hissədə də, baxın bu hissədə də fikir verin. Məhsulların üzərində olan necə deyim, hərəkətə baxın. Halbuki mən mişkanı ora toxundurmuram, amma statistik imkanlar buna imkan verir. Burada sual yaranır ki, mən məsələn 2021-ci ilə necə baxım? 2021-ci ilə necə baxım sualını digər qalçıqaları götürmək şərti ilə. Baxın. Digər qalçıqaları götürmək şərti ilə tətbiq eləyirik. Aha. Tətbiq eləyirik. Baxın. Burada qırmızı rəngdə verilən bu belə deyim, yazı, yəni 2021, 22-ci il, 23-cü və 24-cü illər. Baxın, burada da çıxır. Əgər mən deyirəm ki, adlar bölümündən bir dəqiqə. Adlar bölümündən gələndə mən burada edit desəm, mənə məsələn sırf 2021-ci ili göstər. Okay. Yenidən gəlirəm bura. Bunu editləyirəm. Mənə 22-ci ili göstər. Ondan sonra gəlirəm bu hissəyə. Deyirəm ki, mənə 23-cü ili göstər. Hətta 23 və 24-ü göstər. Göstərəndən sonra gəlirəm bura. Hamısını seç. Tətbiq elə. Baxın. İllərə görə rənglər dəyişir. 2021-ci ilin rəngi kök rəngindədir. 22-ci ilin rəngi boz rəngdədir. 23-cü və 24-cü illərin rəngi isə sarı rəngdədir. Yenidən gəlirəm bura, toxunuram. Belə deyim. Mən bu rəngləri dəyişə də bilirəm. Amma necə dəyişəcəm? Bir dəqiqə. Aha.
Yox, əslində burada bu ilə görə rəng dəyişilmir. Sizdə göstərməlidir bu. Rənglər dəyişiləcək. Baxın, bizdə burdakı seçim sayı nə qədərdir? 1, 2, 3, 4. Düzdürmü? Gəldik bura. Sadədən mürəkkəbə doğru gedir. Bir növ tünddən açığa, açıqdan tünd rəngə doğru gedir. Gördüyünüz kimi. Başqa rəng kateqoriyaları da var. Sadəcə olaraq nədənsə burada videoda dəstəkləmir. Aha, məsələn gəlirəm belə deyim. Mən buradan bu rəng tonunu dəyişmişəm. Sadəcə bunu yerinə sizin üçün saxlayıram ki, fikriniz qarışmasın. Məsələn gəlmişəm bura. Mən deyirəm ki, filtr verirəm. 2021-ci ildə mənə göstər planşeti, printeri, klaviaturanı. Tətbiq elə. Görürsünüz bunu. Bu ya baxın, yuxarıda verir 2025-ci il. Planşet, klaviatura amma printer. Bizə burada bir rəqəmi verə bilmir. Bir rəqəmi verə bilmir. Hansı ki, belə deyim, həmin rəqəm bizə göstərməli idi burada satış sayını. Ox başlıqları deyil. Baxın, burada verilənlər nişanları toxunuruq, saylarına baxırıq, görürsüz? 2021-ci ildə satılıb 300 dənə. 21-ci ildə printer satılıb 300 dənə, planşet satılıb 580 dənə, klaviatura 55 dənə. Bunlar yəni bu rəqəmlər əsas prinsipləri bunlardan tək ibarət deyil. Gəldim bura, verilənlərin düzənlənməsi. Bu baxın, biz görmürük də məsələn fikrimiz qarışır. Amma bunu versək, bu funksiyanı verəndən sonra sütunların üzərində adlar əmələ gəlir. Əlavə seçimlərə toxunuruq. Xanaları göstər. Yox, xanalardan dəyər. Xanalardan dəyər bu sizə lazım deyil. Bu normalda data analitik tərəfinə baxır. Ona görə bu sizə heç bir şəkildə lazım deyil. Baxın, sıra adı. Yəni axı biz filtr vermişdik 2021-ci ilin bu 3 məhsulun satışını və sayını görə. Bu da mən düşünürəm ki, sizə ehtiyac deyil, amma bu funksiyanı da öyrənməyimiz mütləqdir. Niyə mütləqdir? Belə deyim də, vizual baxış insanın beyin yaddaşından çox göz yaddaşı daha yadda saxlayır. İnsanın daha tez yadına salmağa nəyisə səbəb eləyir. Yaxud diqqət yayınanda belə istər-istəməz gözə batır bu. Bu yəni o belə deyim, baxımdan rahatlıqdır. Baxın, mən bu düyməni vururam, artıq saylarını da gətirib qaldırır. Saylarını qaldırmadan ziyadə illərini də qaldırır yuxarı. Görürsüz? Qiymət. Bu qiymət nədir? Bu qiymət söhbət burada hər hansısa bir qiymətdən getmir. Rəqəmləri çağırır. Bu qiymət odur. Çıxarış xətləri. Çıxarış xətləri normalda sizə çox ehtiyaclı bir şey deyil. Çünki çıxarış xətləri bir müddət sonra bütün beyninizi qarışdıracaq. Çünki burada sizə lazım olmayan rəqəmlər çıxacaq. Legend açarı. Legend açarı nədir? Legend açarı, baxın, tərpədə bilirsiniz. Yəni məsələn, əslində digərlərində də səhv eləmirəmsə tərpətmək olur. Sadəcə olaraq bu nədir? Mən bunu belə deyim, bu hissəyə gətirdim. Yaxud bunu bu hissəyə gətirdim. Görürsüz? Bu işləyir. Yəni legend açarı normalda belə deyim, baxın, görürsüz necədir? Formasını dəyişir. Yəni belə deyim, fiqurun hər hansısa bir formasında olmağını ziyadə belə təqzib eləyir ki, hə, okeydir də, bu başa düşdünüz. Yəni bunu sizə vizual olaraq göstərir. Doldurma yoxdur. Düyməsinə toxunmayın. Çünki naxışla doldurma. Naxışla doldurma nədir? Naxışla doldurma odur ki, burada artıq mən rəngləri dəyişəcəm. Görürsüz? Məsələn, bu formayı verirəm, bu formayı verirəm. Yəni bu artıq bütünlüklə bunlara aid olacaq. Əgər mənfidirsə, əksinə çevir. Bu necədir? Əgər burada mənfi rəqəmlər yaranardısa, məsələn 2021-ci ildir və 2021-ci ildən planşeti qabağına bir mənfi qoyaq. Mənfi qoyaq. Bir dəqiqə. Bu mənfini bunlara da əks eləyək. Baxın,
O bayaqki funksiya vardı ya. Sizə göstərdim ki, hə, məsəl üçün mənfidirsə, mənfidir olanda gördünüz bu artıq daha da aşağı düşdü. Bunlar yuxarıda qaldı. Əgər okey, mən bunu geri qaytarıram. Köhnə vəziyyətinə qaytaranda gördüyünüz kimi. Bu qalıçkanı götürsəm, əksinə çevir söhbət olmayacaq. Baxın, bunu götürdüm. Gəldim bura. Bir dəqiqə. Toxundum. Bir dəqiqə. Toxunduqdan Estağfurullah. Toxunduqdan sonra baxın burada artıq belə deyim. Əgər mənfidirsə olanda əksinə çevir. Baxın. Görürsüz bunu? Yəni olanda bunu artıq vizuallar təsdiqləyir. Buna əgər mən toxunsam, bu cür təsdiq verəcək. Əgər toxunmasam, heç bir sıxıntısı yoxdur bunun. Naxışla doldurmanı biz məsələn rəng seçimi eləmirik. Hə, daha fərqli görsənsin deyə biz buradan seçirik. Məsələn bunu bu cür də eləyə bilirik, bu cür də eləyə bilirik. Fərqi yoxdur. Avtomatik doldurma isə gördüyünüz kimi budur. Əgər mənfidirsə əksinə çevir sözünü mən aktiv eləyirəmsə, çevir yəni əksi deməkdir. Bu rəngin əksi, bu rəngə çevirir. Yəni təmiz silir. Necə sizə başlayım. Əgər fərqli bir rəng də belə olsaydı, baxın gəlin rəngi də dəyişər. Yenə də əksinə çevirəcəkdi, ağ eləyəcəkdi. Baxın, əksi budur. Gördünüz? Əksi budur. Yəni mən özüm orada təyinat verirəm ki, bunun əksi bu olsun. Məsələn, bu rəng əgər tün göydüsə, bu rəngi də məsələn mən qırmızı seçsəm, yəni müsbətə doğru getdikcə göyərir, mənfiyə doğru gəldikcə qızarır. Burada belə deyim, bizə lazım olan əsas amillərdən biri də budur ki, bizə lazım olanda, məsələn, biz rəqəmlərdən çox artıq, baxın, -520, 2021-ci ilə baxırıq deyə, -520-ni görəndə, rəqəmi belə görməsək, artıq qırmızıdan başa düşürük ki, bu xəttin aşağısında, yəni bu ortalamanın aşağısındadırsa artıq mənfi hesab edilir. Sonra bu rəqəmləri qoy yenidən qaytaraq. Bir dəqiqə. Aha. Görürsüz də burada rəqəmlər dəyişdi. Çünki kopyalayıb sürüşdürdüm yəni. Sonra təbii ki, bu qanunlar bütün filtrlərdə olan bütün statistik baxımlara aiddir. Gördüyünüz kimi baxın, oyun konsolu illərə görə nə qədər satılıb. Burada biz normaldır bu adların bu qədər qarışıq olmağı. Çox normal bir şeydir. Niyə? Çünki biz burada filtr verəndə zaten hamısını ses vurmuşuq. Yəni bunu biz gərək nə qədər bu istiqamətdə uzadaq ki, nə qədər açaq ki bunu, bu istədiyimiz bütün formullar üstə çıxsın. Buna da ehtiyac yoxdur. Çünki belə deyim, müəssisə sahibi deyir, yaxud şirkət sahibi deyir ki, zəhmət olmasa müəllim, yaxud xanım, bunun zəhmət olmasa statistikanı hazırla gətir. Başa düşdünüz? Ondansa mən gələrəm, bütün statistikanı bu cür göstərərəm. Adam sual verəcək. Gördüyünüz kimi baxın, bütün bunlar yenidən oynayır. İllərə görə, illərin rənginə görə. Baxın, illərin rənginə görə. İllərə görə satış sayı. Əslində bunu 2024-də eləmək olar. Sırf 2024. Gördüyünüz kimi baxın, 21, 22, 23, 24 də verir. Mən 24-ü götürmürəm, sırf 23-ü də burada götürə bilərəm. Bu daha bir yaxşı belə deyim, funksiya bizə verəcək. Çünki biz bayaq yadınızdaydı, başlayanda Ctrl A-nı vurmuşduq. Bunun əsas prinsipi budur. 2024-ün rəngi göydür. Mən bir dəqiqə bu rəngi dəyişmək üçün bir dəqiqə. Bir dəqiqə zəhmət olmasa. Burada rəng dəyişilməli idi əslində. Nədənsə bu funksiyanı vermir.
Burada yoldaşlar verilənləri seçində olmalıydı əslində də. Yenidən vermir. Çünki bu normalda verməli idi. Sadəcə olaraq nədənsə vermir. Bunu əslində həm cədvəl formasında da yığıb eləmək olardı. Bir dənə bunu götürək. Aha. Növbəti dərsdə indi görüm rəngləri necə tapsam. Çünki həmişə məndə verir bunu editləmək üçün. Bayaq verirdi, bəli. İndi fikirləşəcəksiniz ki, müəllim, bayaq verirdi, indi buradan dəyişilirdi. Sadəcə onu bəzən bizdə verir, bəzən nədənsə o vermir həmin o şriftlərdə olan rənglənməni. Ona görə bu baxımdan biraz sıxıntıdır. Bir də baxın, burada filtrlərdən ziyadə. Məsələn, 2024-cü ildə mən məsələn atıram da indi mikrofon aparılır. Aha. Baxın, burada bir də toxunuram buna. Rəngə. Baxın. 1 2 3. Bu nədir? Bu filtrlər, iminnalı bunlar. Üslublardan ziyadə. Baxın, bu rəngləri mən sizə başa salmaq istəyirdim. Çünki bu rənglər nədənsə statistik imkanlara görə dəyişir. Baxın, o hansı statistik imkandır? Buradakı illərə görə. Mən götürüb bütün illərə görə açsam, tətbiq elə desəm, görürsüz? Biraz o baxımdan sizi yora bilər. Ona görə mən bunun rənglərini özünüzsün də, məsəl üçün belə qoyun və bilirsiniz ki, artıq mən təzədən bura filtrə gələndə bu rəng nədir və biz bu rəngin rəng seçimi belə gözümüzdə rəng korluğu deyilən bir xəstəlik növü var da. Bunu belə yaşasaq, normalda çox kompüter istifadə edənlərdə də o yaşanır o hadisə. Bunu belə eləsək, baxın yaşıl, kök rəngində, yaxud daj qəhvəyi rəngdə, sarı rəngdə, indi hə, kök rəngdə. Baxın, bu formada görürsüz, bəzən özüm də çaşıram. İllərə görə verəndə artıq illərinə görə bu hissədə. Məsələn, illərinə görə görürsüz, illərinə görə burada sarını istəmişdim. Görürsüz, sarını verəndə artıq sarılar nə edir? Bura əks eləyir. Məsələn, mən illərinə görə bu mənə okey lazımdır. Mən bunu tətbiq eləyirəm. Tətbiq eləyəndən sonra gəldim bura. Baxın, burada rəqəmlər var. 800 üslubdur. 8 dənə üslubdur. İndi ola bilsin ki, indi hələ ən son model 2021 Excel-dir. Böyük ehtimal növbəti 2-3 ildə Excel dəyişiləndə onlarda müəyyən bir editlər olacaq. Baxın. Üslub 1 görürsüz. Bu standart üslubdur. Bu da standart üslublardan biridir. Baxın. Bu hissəyə gəldik. Buradakı rəqəmləri görə bilirsiniz. Baxın, buradakı rəqəmlər nədir? Buradakı rəqəmlər odur ki, biz bayaqları göstərmişdik burada. Xarici sərt disk. Aha. Aha. Baxın, görürsüz bu üslublar. Bu üslublar, hə, okey, bu qəşəng görsənir, bu qəşəng görsənir deyil. Burada baxın, xarici sərt disk məhsuludur. İllərinə görə satış sayıdır. İllərinə görə satış sayıdır. Niyə elə deyirik? Çünki baxın, burada qalçka qoyduqlarımızın və illərimizi seçmişik. Mən 2021-22-ni ləğv eləsəm, tətbiq elə desəm, yenidən bura gəlsəm, baxın, həmin o 2022-ci ilin rəngi artıq yoxdur. Görürsüz? Baxın, artıq həmin rəng nədir? Yoxdur. Burada bu diksiyalarda görə bilirsiniz. Məsələn, mən bunu seçirəm. Mən bunu seçirəm və burada göstərir ki, bu rəng nə idi? Bu rəng 2023-cü il idi. 2023-cü ildəki olan satış sayı nə qədərdir? Məsələn, SSD disk, sonra xarici sərt disk, Wi-Fi router, mikrofon. Baxın, burada mən bu rəngi götürmüşəm. 2023. Tətbiq elə deyirəm. 250 dənə, 125 dənə, 150 dənə, 240 dənə. Bu 2023-cü ildir, düzdür? Bunu mən, məsələn, bu indi 20 dənə məhsuldur. Mən bunu filtr vermə
funksiyası verirəm. Hansı ki bu funksiyanı mən sizə keçmişdim ki, filteri necə verirlər. Redaktə. İndi bəzilərdə məsələn 2016 Excellərində bu işarə ortadadır. Yəni oradan da tapa bilərsiniz. Normalda başlanğıc menüdə olur. Toxundum buna, süzgəc. Yəni bizim dildə belə deyilir, süzgəc deyilir. Əslində Azərbaycanca süzgəc deyil. Yəni biz ona filter deyirik. Biz nə demişdik burada? Xarici sərt disk 250 dənə. Buna mən filter versəm, bunun forması nədir? Dəyişəcək. Gəlirəm bura axtarış yerinə. Yoxlayıram da məsələn sərt disk. Ok düyməsi vurdum. Görürsüz forma dəyişir. Çünki eyni sətirdədir deyə. İndi mən bunu qoy ləğv edeyim. Biraz da bunu belə edeyim ki, bu daha rahat görsənsin. Bir dəqiqə. Yəni belə deyim. Bunu Ctrl X eləyirəm. Götür, amma bu Ctrl C ilə səhv salmır. Götürdü. Ctrl V. Görürsüz bunu. Bu mümkünlü bir şeydir. Yəni Ctrl C deyil. Çünki Ctrl C vuranda məlumatları kopyalayır. Amma Ctrl X nədir? Ctrl X götürür həmin məlumatı, bir dəfəlik götürür. Götürür sizin dilədiyiniz yerə, yəni hara istəyirsinizsə ora qoya bilirsiniz. Baxın, xarici sərt disk 2023-cü ildə satılıb 250 dənə. Gəlin bura. Məsələn tapa bilmirəm indi bunu. Baxın. 2023-cü il avtomatik verdi. Bu filteri mən nəyə əsasən versəm, bu da ona verəcək. Yəni bu vizual olaraq onu göstərəcək. Mən neçənci il idi? 2023-cü ildə 250 ədəd satış sayılıb. Bir dəqiqə. Baxın. Filtr səhv verir. 2023-cü ilə əsasən 2023-cü ildə olmalı idi 220 dənə. Sual, niyə səhv verir? Məsələ nədir və nəyin əsasında səhv verir? Olay nədir? Çünki rəng problemi var. Bir dəqiqə indi tam ətraflı mən sizə baş salaram. Aha, baxın, burada bizim səhvliyimiz harda oldu? Burada 2024 idi, düzdür? İndi baxın. Mən bura gəlirəm. Yenidən bu filtri ləğv edirəm. Mən bu cədvəli vurmuşam, amma nədənsə sistem səhv verir. Məsələn, bunu hələlik bir rəngi alaq. Baxın, sırf bunu. Burada biz gəlirik bu hissəyə. Çünki burada illərimizi səhv verib. Çünki biz filtr verdik. Məsələn, mən gəldim bura. Mən 2022-ni məsələn notebookuna baxıram. Burada nəyi yazır? 1550 dənə. Maraqlıdır. Bir dəqiqə, mən bunu ümumiyyətlə. Aha. Məsələn, mən gəldim bura. Mən burada deyirəm ki, bunların bütün illəri ləğv elə. Sırf 2023-cü ildə notebooku saxla. 1650 dənə göstərir. Maraqlıdır. Biz 1650 dənəni 2023-cü ildə deyil, 2024-cü ildə aldıq. İllərinə görə bunun dəyişməyi normaldır. Niyə normaldır? Çünki baxın, həm də görürsünüz burada yuxarıda qəribə rəqəmlər çıxıb. Bunun filtrində də problem var. Biz 2023 istəmişdik, bir dəqiqə. 2023-cü il, 24-cü il, 23-cü il. Əslində bu forması dəyişir. Niyə? Çünki biz 2024-də bunu verdik. Baxın, 2024-də mən buna yox, buna verməliyəm. Yəni 2021 üstünə atmalıyam. Çünki məsələn 2021-ə gələcəm. 1450 dənə verir. Bunun 2021-ci ilə. Görürsünüz bunu. Notebook 2021-ci ildə 50 dənədir. 1450 dənədir. Ondan sonra gəlirəm bura, yenidən bura. 21 okeydir. Baxın burada yenidən 21 var.
Mənə lazımdır bu səfər 2022-ci il. Gəldim bura. Bu ləğv eləyirəm, 2022 tətbiq eləyirəm. 1500 dənə yazır. Çox maraqlıdır. Düzdür? Düzdür. 2023-cü ilə gəlirəm. Yəni 2023-cü ili vururam. Burada nə qədər verir? 2023-cü ildə 1550 dənə. Burada nə qədər verir? Bir dəqiqə, niyə belə? Hə, bunu götürməmişdim. Gördünüz 1550 dənə. Burada nədir? 2024-cü il. Toxunuram buna, komanda verdim. Gəldim bura, bu qalçıqanı götürdüm, bu qalçıqanı təsdiq verdim. Vəssalam. Burada mən bunu editləsəm, deyəsəm ki, 2024-cü ilin bütün rəqəmlərini göstər, statistik olaraq. Baxın, başlayır 2024-cü ilin ərzində satılan digər məhsullar daxil rəqəmləri göstərməyə. Bu nədir? Bu lazımsız məlumatdır. Ona görə bu məlumatın əvəzinə sadəcə ilin götürməyim yetərlidir. Ondan sonra gəlirəm. Bütün bunlar, bütünlüyü seçirəm və salam tətbiq edirəm. Ondan sonra baxın, hər dəfə dəyişiləndə məhsullara görə görürsüz, illərinə də görə dəyişir. Həm rəng çeşidinə görə, həm də ilinə görə dəyişir. Məsələn, mən bunu götürürəm 2022-ci ilin, baxıram planşetinə. Mənə planşeti yoxlayaq. 2022-ci il. Baxın. Planşeti. 2022-ci ilin planşeti 520 ədəd olmalıdır. 520 ədəd. Gördüyünüz kimi. Mən burada digər məhsulları da seçib gətirə bilirəm. Görürsüz? İllərinə görə də seçə bilirəm ki, illər ərzində nə qədər olub. Bu da statistik imkanlardan biridir ki, hansı ki bu rəqəmlər əsasında iş görülür. Yəni bugünkü dərsimiz bura qədərdir. Sualı olan mənə yaxud Aydan xanıma yazsın, problem deyil. Mən böyük ehtimal bu dərsi özüm atacağam internetə, yaxud indi görək də bu necə olarsa artıq. Ya Aydan xanım özü yenidən sizdən dərs keçəndə kaydı açar və ekran kaydı əsasında suallarınızı verərsiniz. Bugünkü dərsimiz bu qədər yoldaşlar. Çalışın dərslərə diqqət edin, dərsləri hazırlayın. Bir də bu dərsdən sonra, bu dərsdən növbəti dərsə qədər bunun videosu hazır olsun. Hər kəs bu formada, yəni bu üslub, bu olan cədvəllərdə bu dərslikləri hazırlasın. Yorulmayasınız. Sağ olun.